Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim Şıxəliyev. Bu günləri də sizlərin qarşınızdayım və bugünkü biz part 7-ni çəkəcəyik sizlər üçün. Başlayaq suallara. Deməli, birinci suala belə başlayaq ki, bizə imtahanda belə bir sual düşür bilər. Deyər, A 1 tam A bərabərdir nəyə? 1 tam 4/29 və bir də B bərabərdir 1 tam %29. Bizə deyər ki, bu ədədlərini müqayisə edin. Uşaqlar, fikrinizə gətirməyin ki, biz bunları nədir? Gətirək adi kəsirlərə. Yox, qətiyyən ehtiyac yoxdur. A nə deməkdir? A 1, 29, 29, 29 bu formada davam edir, elə deyil. B nə deməkdir uşaqlar? B 1 tam %29 deməkdir. Baxırsan, bunların tam hissələri nədir? Tam hissələri eynidir. 2 onda birləri eynidir, 100də birləri eynidir. Bunun mində biri nədir? 2-dir. Bunun mində biri nədir? Yoxdur. Yəni 0-dır, 0-dır, 0. Burada var. Deməli, hansı böyük olacaq avtomatik? Deməli, A, B-dən nə olacaq uşaqlar? Böyük olacaq. Bundan sonra ikinci bir sual tipinə baxaq. Deyir, y bərabərdir 3x. Sonra deyir ki, 4x plus y bərabərdir 28 olarsa, deyir, x, y, deməli, hasilini tap. Uşaqlar, necə yazacaq bunu? Bizə deyir, x, y hasilini tap. Bax, y 3x-ə bərabər deyil. Bax, burada 4x, üstə gəl, y-ə nə yazırsan, 3x. Bərabərdir 28-ə. 7x bərabərdir nəyə? 28-ə. X bərabərdir nəyə? 4-ə. X-in 4 olduğunu tapdın. Y nəyə bərabərdir? 3 dəfə 4-ün nəyə? 12. Deməli, biri 4-dür, biri 12. Sənə deyir ki, x, y hadisini tap. 4 dəfə də 12-ni nə verirsən uşaqlar? 48 verir. Cavab verəcək nə? 48. Sonra, bundan sonra sənin nə sual düşə bilər? Sənə sual düşə bilər ki, çoxluqlar bölməsindən. Sən bir dənə çoxluq verər. A bərabərdir 1, 7, 9, 13, 17. Deyər, bu çoxluğun alt çoxluqlarının sayını tap. Yəni, deyər, bunun neçənin alt çoxluğu var. Uşaqlar, alt çoxluqlar üçün belə bir üstür var ki, alt çoxluqların sayı üstürü bərabərdir 2 üstü n-ə. N də nədir? N də sənin çoxluğunun elementlərin sayıdır. Baxırsan, 1, 2, 3, 4, 5 dənə element var. Yəni, 2 üstü 5 nədir? 32. Yəni, bunun neçənin alt çoxluğu olacaq uşaqlar? 32 dənə alt çoxluğu olacaq. Bundan sonra sənə deyir ki, düzbucaqlı üçbucağın bu çox sadə sualdır. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 25 dərəcədir. İti bucaqlarından biri 25 dərəcədir. Deyir, digər bucağı tap, alfanı tap. Yoldaş, sən bilirsən ki, düzbucaqlı üçbucaq olmur, hansı üçbucaq olur olsun. Bucaqlar cəmi nə qədər? 180 dərəcə. Bu 90 dərəcə var. Bunu qoyduq qırağa. Deməli, bu ikisinin cəmi nə verməlidir sənə? Bu 25 dərəcənin alfanın cəmi nə verməlidir? 90 dərəcə verməlidir. Deməli, alfa nəyə bərabər olacaq? 90 çıx 25-ə. Deməli, alfa nəyə bərabərdir uşaqlar? 65. 65 dərəcəyə bərabər olacaq. Cavab olacaq 65 dərəcə. Bundan sonra bir dənə başqa yerində sual var burada. Düzüm tənasibi ilə bağlı. Deyir ki, avtomobil 3 saata 210 kilometr gedir. 3 saata 210 kilometr gedir. Deyir, bu avtomobil 1,5 saata neçə kilometr gedər? Uşaqlar, 3 saata bu qədər gedibsə, 1,5 saat bunun nə idi? Yarısı. Deməli, 210-da nə edərəm? Elə bölərəm 2. Alaram nə qədər gedər? 105 kilometr nəymiş? Yol getmiş olacaq. Uşaqlar, video xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İşiniz avan olsun. Hələlik.